Mövzumuz qədim Misir mövzusudur. Mövzuya keçməzdən əvvəl dərslərimiz haqqında məlumat almaq istəyən və qoşulmaq istəyənlər 050 1818 3029 nömrəsinə əlaqə saxlaya bilərlər və dərslərimiz haqqında məlumat ala bilərlər. Qədim Misir. Qədim Misir Afrikanın şimal-şərqində yerləşir. Misir haqqında oxuduqca orada bəzi terminlər qarşınıza çıxacaq ki, bunlardan da biri dambalardır. Dambalar Misir Nilin vadisində yerləşdiyinə üçün mövsümü olaraq burada daşqınlar baş verirdi və bu daşqınların qarşısını almaq üçün dambalardan istifadə olunurdu. Şadov Misirdə suyun çıxa bilmədiyi ərazilərə suyu çıxartmaq üçün istifadə olunan bir qurğu idi. Daha sonra papirus bitkisi haqqında görəcəksiniz ki, Nilin bir sahilindən digər sahilinə keçmək üçün istifadə olunurdu papirus ağacının yarpaqlarından və yazı yazmaq üçün də papirus ağacının yarpaqlarından istifadə olunurdu. Bunu dərsimizin irəliləyən dəqiqələrində görəcəksiniz. Mənbələri oxuduqca orada Herodotun adını görəcəksiniz ki, Herodot eradan əvvəl 5-ci əsrdə Misiri Nilin tövhəsi adlandırmışdır. Misirlilər isə öz ölkəsini qara torpaq adlandırırdılar. Misir səhrada yerləşdiyi üçün burada bəzi təbii ehtiyatlar çatışmırdı ki, bu təbii ehtiyatları da Misir qonşu ölkələrdən alırdı. Əlbəttə ki, bu qonşu ölkələrdən bunu xoşluqla almırdı. Buna görə də Misir hərbiləşdirilmiş dövlət idi, yəni zor gücünü alırdı. Yəni Misir qonşu ölkələrdən Nubiyadan qızıl gətirirdi, Suriya Fələstindən mis gətirirdi, Babilistan, Finikiyadan ağac gətirirdi. Bunu Finikiya bölməsində öyrənəndə görəcəyik ki, sidr ağacının adını çəkəcək ki, Finikiyadan Misrə sidr ağacı gətirilirdi. Misirdə sinifli cəmiyyət inkişaf etdikcə burada dövlətlər yaranır. Bu dövlətlərdən biz Misirdə nomların adını çəkəcəyik. Burada təxminən 40-a yaxın nom var idi. Bu nomlar, diqqətli olun ki, bu nomlar deməli hökmdarı, öz hökmdarı, ordusu var idi. Amma bizi çaşdıra bilər ki, testlərdə Misir nomlarını deyə bilər ki, Firon başçılıq edirdi. Xeyr, burada Fironlar yox, hökmdar kimi götürəcəyik. Və zaman keçdikcə Misirdə bu nomlar arasında otlaq sahələri üstündə, su kanalları üstündə mübarizə baş verir ki, bu da bizə eradan əvvəl 4-cü minilliyin ikinci yarısında yuxarı Misir və aşağı Misir padşahlığının yaranmasına gətirib çıxardır. Bu iki padşahlıq arasında baş verən mübarizə də sonunda Vahid Misir dövlətinin yaranması ilə başa çatır. Vahid Misir dövləti eradan əvvəl 4-cü minilliyin sonunda yaranır ki, paytaxtı da Memfis şəhəri olur. Eradan əvvəl 2-ci minillikdə isə paytaxt Fif şəhərinə köçürülür. Vahid Misirin dövlətinin başında hökmdar olaraq Firon dayanır. Biz Fironun səlahiyyətlərindən danışsaq, Firon ölkədə bütün səlahiyyətlərə malik idi. Ordu Fironun əsas dayağı idi. Ölkədə baş verən bütün təsərrüfat işləri Fironun adından həyata keçirilirdi. O özü bu işləri görməsə də onun adından baş verirdi bütün bu işlər. Ölkədə Firondan sonra Çati gəlirdi ki, Çati Fironun oğlu və yaxud onun yaxın adamlarından təyin olunurdu. Daha sonra biz Kahinin adını çəkəcəyik ki, Kahin də bildiyimiz kimi dini işlərlə məşğul olurdu. Eradan əvvəl 2-ci minillikdə Misir özünün ən qüdrətli dövrünə gəlib çıxır. Daha sonra biz burada danışacağıq 1-ci Tutmosdan. 1-ci Tutmos Aralıq dənizinin şərq sahillərinə gedib çıxmış ilk hökmdardır. O burada Suriya Fələstini tabe edir. Daha sonra Misirin cənubunu, yəni Nubiyanı tabe edir. Dediyimiz kimi o Fəras sahilinə gedib çıxmış ilk hökmdardır. Daha sonra 1-ci Tutmosdan sonra biz danışacağıq onun nəvəsi 3-cü Tutmosdan. 3-cü Tutmos ön Asiyanı, yəni Suriya, Fələstin, Finikiya, yəni indiki coğrafi ilə götürsək, Aralıq dənizinin şərq hissələrinə, deməli Suriya, Finikiya, Fələstini tabe edir və ön Asiya onun dövründə onun canişinləri sistemi ilə idarə olunur. Deməli, daha sonra biz 2-ci minillikdə 2-ci Ramzesin adını çəkəcəyik ki, Misir onun dövründə özünün ən yüksək dövrünə çıxır və bu dövrdə biz Het və Misir müharibəsindən danışacağıq ki, deməli, 2-ci Ramzes hakimiyyətə gəldikdən sonra o ilk öncə Afrikanın şimalındakı üsyanları yatırdıqdan sonra bu dövrdə 2-ci Ramzesin dövründə biz Het-Misir müharibəsini görəcəyik ki,
Bu Hitlerlə Misirin müharibəsi əsasən Suriya uğrunda idi. Suriya deməli bu müharibə Kadeş sülhü ilə bitir ki, yəni bu bəzi kitablarda deyilir ki, bu müharibədə Misir qələbə qazanıb, bəziləri də deyilir ki, yəni heç bir tərəf qəti qalibiyyət qazanmıyor. Bu mübahisə məsələ olduğu üçün, yəni biz yəni buna o qədər də fikir verməyəcəyik. Dediyimiz kimi bu müharibə eradan əvvəl 13-cü əsrdə Kadeş sülhü ilə, yəni təxminən 1286-cı ildə imzalanmışdır. Bəs bu sülhün şərtləri nə idi? Finikiya, Fələstin verilirdi Misirə, Suriyanın şimalı Hitlerin, cənubu isə Misirin tabeliyində qalırdı. Deməli, Kadeş sülhü eradan əvvəl 13-cü əsrdə təxminən eradan əvvəl 286-cı ildə imzalanır. Bu Kadeş sülhü ilk beynəlxalq və uzun müddətli sülhdür. Bunu yadda saxlayaq. Bəs Azərbaycan tarixində, yəni bunu bizi izləyən abituriyentlərə ünvanlayıram, şərhlərdə yazmağı unutmayın. Azərbaycan tarixində imzalanmış ilk sülh müqaviləsi şərhlərdə qeyd etməyi unutmayın. Daha sonra biz qeyd edək, eradan əvvəl 1-ci minillikdə Misir dövləti zəifləyir. Eradan əvvəl 525-ci ildə Əhəmənilər Misirə hücum edir və Misiri işğal edir. Eradan əvvəl 332-ci ildə Makedoniyalı İskəndər Misirə hücum edir. Bunu Makedoniya bölməsində də irəliləyən dərslərimizdə işləyəcəyik. Misiri tutur. Eradan əvvəl 30-cu ildə isə Misir Romanın əyalətinə çevrilir. Biz orada mənbələrin içində Mesopotamiya, Misir sözünü görəcəyik ki, yəni mənbələrdə qeyd olunur ki, Misirdə baş verən yeniliklərin bəziləri Mesopotamiyadan öyrənilmişdir. Misir dövləti yarandıqdan sonra onun ilk yazısı piktoqrafik yazı olmuşdur. Daha sonra Şumerlərdə olduğu kimi, Şumerlər mix yazını kəşf etdiyi kimi, Misirlər də hieroqlif yazını kəşf etmişdir. Hieroqlif yazını 1822-ci ildə Şampalyon tədqiqat aparmışdır, o haqda öyrənmişdir. Misirdə riyaziyyat sahəsi güclü inkişaf etməsə də, həndəsi sahəsi güclü inkişaf etmişdir. Bunu biz piramidaların, sərdabələrin tikilməsində də görəcəyik. Misirdə azad adamlar qullardan üstün sayılırdı. Bunu biz bütün qədim və orta əsrlər şərq tarixində görəcəyik ki, Misirdə və şərqdə qullardan az istifadə olunmuşdur. Yəni ki, azad adamlar təsərrüfatda daha üstün idi. Misirdə əkinçi və maldarlar kiçiklər adlanırdı. Qullar canlı ölülər adlanırdı. Əhali 3 təbəqəyə bölünürdü. Kitabda bizdə 5 təbəqə göstərilsə də biz onu düzəldəcəyik, 3 təbəqə edəcəyik. Bunun dərsdə sizə daha aydınlığını verəcəyim. Misir qızıllı ölkə adlandırılsa da, Misirin əsas sərvəti taxıl idi. Misirlilər dəqiq təqvim yaratmışdılar. Onlar iri, daşqın, əkin və məhsul olaraq qruplaşdırılmışdılar. Misirdə onluq hesablama sistemini görəcəyik. Bu da biraz ziddiyyətli bölmədir. Yəni, siz hələlik yadınızda saxlayın ki, onluq hesablama sistemini Misirlilər yaratmışdır. Biz burada su, günəş saatını görəcəyik. Misir. Misirdə totemlərlə bağlı. Onlar totemlərə inanırdı. Burada baş tanrı Amon idi. Günəş tanrısı Ra. Biz Fironda qeyd eləməyi unutduq ki, Firon Ra'nın oğlu, yəni Günəşin oğlu adlanırdı. O Amon Misirdə baş tanrı idi. Firon isə onun havadarı adlanırdı. Misirdə mumyalama geniş yayılmışdı. Yəni bu da bizə onu göstərir ki, Misirdə tibb sahəsi inkişaf etmişdi. Yəni onlar bəzi cərrahi əməliyyatları da bacarırdılar. Misirdə dediyimiz kimi həndəsə sahəsi inkişaf eləmişdi. Biz bunu piramidalarda da görəcəyik. İlk daşdan piramida, daha doğrusu desək, Zoserə aid idi. Ən böyük piramida Xeopsa aid idi. İndirliyi 147 metr. Daha sonra biz burada birinci Tutmosun dövründən görəcəyik ki, artıq Misir fironları piramidalarda yox, sərdabələrdə dəfn olunurdular. Ən məşhur sərdabə isə
3-cü Tutanhamona məxsus idi. Biz burada Sfinks dəhşətlər atasının adını çəkəcəyik. Bu bir növ fironların ruhlarını pis ruhlardan qoruyurdu. Daha sonra biz burada Obelixlərin adını çəkəcəyik. Obelixlər bir növ piramida formalı düz daşlar idi. Bu daşlar güya ki Misir fironlarının ruhlarını səmaya uzandırdı. Hazırca bu Obelixlər Misirdə demək olar ki yoxdur. Bunu indi biz bəzi Avropa ölkələrində və Türkiyənin İstanbul şəhərində görə bilərik ki, bu Obelixlər Misirdə sərgilənir. Dərsimiz bu qədər. Dərsimizin demək olar ki, Misir haqqında olan məlumatların 90%-in, bəlkə də çoxunu qeyd etdik. Amma yenə də kitabı oxumaq lazımdır. Növbəti dərsdə görüşmək ümidi ilə.